Bugünkü konferansın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının prezidenti Zat Əlləri İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin rəhbərliyiniz altında Azərbaycan, xüsusilə Qarabağ bölgəsi sürətli və geniş miqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunmuş, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilmişdir. Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır. Hörmətli forum iştirakçıları, dünya üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar gündəliyi bugün də aktuallığını qorumaqdadır. Təhlillərə əsasən 21-ci əsrin ortalarında qədər dünya əhalisinin təxminən 70% şəhərlərdə yaşayacaq. Eyni zamanda urbanizasiya bir sıra sosial problemləri daha da kəskinləşdirir. Bugün dünyada təxminən 3 milyard insan adekvat yaşayış şəraitindən məhrum vəziyyətdədir. Onların 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecə qondularda yaşayır. 300 milyondan çox insanın isə ümumiyyətlə sığınacağı yoxdur. İqlim dəyişikliyi, qeyri-sabit beynəlxalq vəziyyət və iqtisadi böhranlar yeni qlobal miqrasiya dalğaları yaradır. Bu da əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə səbəb olur. Bir sözlə, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir edən kritik amilə çevrilir.